nazirler, hamınızı salamlayıram ve söz verdiğim ki vaktinizi çok almayacağım. Hiç buna ihtiyaç da yoktu. Sadece olarak nezarınıza çattırmak istedim ki biz sevimli şehrimizde, Yenibaşı şehrinde növbəti dünyada analık olmuyor. Bir körpü tikməliyik. Buna görə mən bura hürmetli mühendisimizi davet eləmişəm. O bize bu körpünün layihəsini ve smetasını təqdim edəcək. Hürmetli mühendis, tanış olun bizim nazirlerle. Asfalt naziri, Takta Şalban naziri, Armatur naziri. Mən də şükür Allah tanıyorsunuz da. Beton ve Styaşka naziri. Hörmətli nazirlər, tapşırdığınız kimi mən yeni tikilən körpünün layihəsini və smetasını hazırlamışam. Buyurun, baxın. Xahiş edirəm. Bir dəqiqə, bax, xahiş edirəm. Hep sabırlı olsun bu. Hamısı satacak da. Olmadı, sakit ol. Ne diyorum satacak da lahiyen kopyası. Pek o satmır ki. Hürmetli mühendis. Bu lahiyenin smetası ne kadar olacak? Cəmi 250.000 manat. Laf yaxşı. Deməli biz bu kağıza 250.000 verəcəyik. Baha deyil. Bəs körpünün tikilməsinə nə qədər pul lazımdır? Dedim axı, hamısı bir yerdə. Körpü, layihə 250.000 manat. Ay nə qədər? 250.000. Bu körpə deyil, körpüdür. Most. Mən bilmirəm sən mühəndissən, yumoristsən, nəsən? 9 milyonluq xalqın 250 minlik körpüsü ola. 250 cəminə mən bağımda itmə bir dənə butka tikdirmişəm. Mənim itim elə narazı gəzir. Elə danışmaq olmaz. Elə danışmaq olmaz. 250 bin yok. Hürmetli mühendis. Siz orada bir iki dakika bizi gözleyin. Biz burada tez pazar bu meseleyi halledip sizi çağıracağız. Ular. Olar. Hürmetli kolegyalar, hürmetli nazirler. Kim bu barədə teklif var buyursun. Getdi. Getdi. Yavaş. Deməli mən taxta nazirindən tamamilə razıyam. Çox sağ ol qardaş. 250.000 körpü üçün çox azdır. Bəs biz necə dolanaq? Biz çox çətin vaxtlarda yaşayırıq. Ödeyse. Qiymətlər gündən günə artır, qalxır. Təsəvvür eləyin, mən oğluma deyirəm, bağışla oğlum, sən bugün qara ikra yeyə bilməyəcəksən. Sonra mən o qəlbi sınıq uşağın üzünə necə baxım axı? Düz deyirsən, 250.000 çox azdır. O heç qırmızı ikraya da çatmaz. Mənim təklifim var, körpünün smetası ən azı 5 milyon olmalıdır. Ben razıyım 5 milyon. Alo Arvad. 5 meşoqunu yığ Yunanistan'a gedirik 5 ulduzlu otelə. Yaxşı alaram çolpa, yaxşı. Bir dəqiqə, bəs indi biz bu körpünün smetasını necə 5 milyona qaldıraq? Başlarına bu ne sual diye verirsen. Bu ne sual diye verirsen. Bizim işimiz adı burada. Ezmansılar orada bayrağımızı kaldırır. Biz de burada smetağı kaldırırız. Kaç elim yazar sonra? Yok. Teklif ederim ki beton terkibine şebin, sement ve 500 karat brillant katasız. Brillant. Bəs bizdən soruşsalar betona brilyant niyə qatmısınız? Onda nə deyəcəyik? Ne diyeceğim? Deyirik ki bizden şehirde ışıklar sonra olabilirdi birinci defa diyor ki hemen maşınla orayı ışıklandıracak. Brilyantlar parıldayacak. Cemaat da bilecek ki burada çörpü var da. Ne problem var ki? Ben sana hem şey değer vermişim kardeş. Yaz oraya. 5 milyonluk çörpü, Yok. beton, şebin ve 500 karat sirkoni. Brilyant. Hə,
Sirkoni. Mən bilmirəm mənim nazir dostum Sərsərz Afrika nə istəyir. Amma bizim bu körpümüz dünyada analogu olmayan körpüdürsə. Olmuyor. Mən Taxta Şalban naziri təklif eləyirəm ki, biz həmin körpünün üstünə mozaika parket vuraq. Parket. Dibovu. Əla. Deməli taxta nazirinin oğlu Bentley sürəcək, amma asfalt nazirinin oğlu Kakoyta Mercedes. Bir çom Spor eləmeyin, xahiş edirəm spor eləmeyin. Taxta naziri hemen bu körpünün üstüne vurar parketi. Sağ ol. Sonra da asfalt naziri zırrıyar üstüne asfaltı. Sonra da problem parket. Bu da olacak dünyada analog olmuş körpü. Bala. Parket, asfalt, onda bu 5 milyon eləmir ki. Əlbəttə eləmir bəs. Körpünün smetası en azı De göre. 15 milyon olmalı. 15 milyon. Alo. Arva. Deməli Yunanistan'da 5 yıldızlı otele getmirik. Yunanistan'da villa alırıq. Yaxşı da çorba vaxtıdır sən də. Ha bir de gidiyorsun, ne bir de gidiyorsun. Esas şey yattan çıkıp ye. Nə? Ha birden deyip körpü üstüne tıkaz yaransa. Onda ne karışılmayız? Ona göre teklif ederim ki hemen körpünün üstüne bir nerede körpü tikeyim. Tebrik ederim. Bir dəqiqə, bir dəqiqə. Bəs birdən o ikinci körpünün üstündən maşın keçmədi, bomboş qaldı. Deməzlər ki, bəs niyə tikmiş sonu? Eşi bir de diye başlıyor. Üçüncü bir kurgunda körpü üstünde gün ərzində bir yerde maşın hareket edemiyor. Kimse nəsə deyil. Kimse nəsə deyil. De yoktu axı. Ne problem var ki? Malaris. Bir dakika. Körpünün üstünden körpü tikiriyse onda bu 15 milyon eləmir. Bəs bunu Körpünün smetası en azı, En azı. 30 milyon olmalı. Lazım olsa 60 Alo. Arvat. Təəssüflər olsun ki biz Yunanistan'da villa alası olmadık. Yunanistan'ın özünü alırıq. Ha sen de ne çolpa. Pavlin alacağım. Neyse pavlin. Bir de diyeni toz kışı, bir de diyeni. Pavlin var. Yok bir. Hemen burada hesaplayırım. Simet 30 milyon alınmır, iyi etsin. Ne kadar alınır? 29 milyon 999 bin 900 manat. Vay. 30 milyonu 100 manat satmır diye. 30 milyona 100 manat çatmır. Bu böyük problemdir. Biz indi neyləyək? Burada ne problem var axı? Yazın ora 30 milyon. Yerde kalan artık o 100 manatı da koyarsan cibuğa da. Bu ne danışık diye. Sen harda görmüşsen ki ya bizim memurlar devletin artık 100 manatı cebine koysun. Harda görmüşsen? Ma belə haram lazım değil. Mağda. Mənə də. Mangada. Давай, до свидания.